coğrafiyada sizə düşəcək olan konkret mövzular var. İmtahanınıza bir gün qalır. Biz nə edirik öz abituriyentlərimizdən? Onu sizə də deyim, siz də eləyin. İqlimi ümumiyyətlə öyrənirsiniz. İqlimdə qaçış yoxdur. İqlim sizə... Hamıya salam. Bugün istəyirəm ki, ümumi formatdan fərqli olaraq sizlə bu videoda bir neçə şey haqqında danışaq. Birinci, coğrafiya fənni haqqında çox sual vermişsiniz mənə, onunla bağlı danışmaq istəyirəm. İkinci, imtahanınıza bir gün qalmış paylaşacağım bu videonu. Yenə həmişəki kimi imtahana bir gün qalmış dəyinəcəyik, o haqda danışarıq. Üçüncüsü isə ümumi gələcəkdə nələr gələcək, hansı videoları çəkək, hansıları çəkməyək və ümumi planlarımız barəsində danışmaq istəyirəm. Əgər mənimlə ilk dəfə bu video vasitəsilə tanış olursansa, mən Xədicə və sənin həyatını maksimum asanlaşdırmaq və uğurlu eləmək üçün yanındayam. Burada biz həm imtahanlara bir yerdə hazırlaşırıq, həm karyeramızda daha yaxşı bir mərhələyə gəlmək üçün çalışırıq, həm də çox yaxın dostuq. Elə isə getdik. Birinci coğrafiya haqqında danışacağım sizə. Əgər 10-cu sinif olaraq bu videoya baxırsınızsa, siz çox şanslısınız. Coğrafiyanı necə işləyəcəksiniz? Coğrafiya ümumiyyətlə sizdən nə tələb eləyir? Sadəcə birazca sevgi, maraq tələb edir. Yəni siz onunla maraqlansanız, həqiqətən də sizə maraqlı gəlsə. Çünki coğrafiya çox maraqlı bir fəndir. Yəni mən həkim də olsaydım, yenə coğrafiyanı öyrənərdim. Çünki coğrafiyaya olan sevgim hətta mənə onu tədris eləməyə qədər gətirib çıxartdı. Çox maraqlı bir fəndir. Fən deyil də ona bir həqiqətən həyatın bir parçası kimi yanaşsanız çox sevəcəksiniz. Həqiqətən coğrafiyanı dərk eləyin. Niyə sevməli olduğunuzu bilin. Sizə haralarda lazım olacaq. Ümumiyyətlə öyrəndiyiniz hər şey sizə haralarda lazım olacağını bilin. Sonra öyrənməyə başlayın ki, ona qarşı sizdə həqiqətən bir maraq olsun. İkinci olaraq isə sırf qəbul proqramı üzrə danışası olsaq əgər, coğrafiyada sizə düşəcək olan konkret mövzular var. Coğrafiyadan öyrənirsiniz iqlimi mütləq qəşəng şəkildə. Faydalı qazıntılar 100% düşəcək. Türk dövlətlərindən bir sualımız 100% var. Bu ola bilər onların sənayeləri ilə bağlı. Daha sonra sizdə ola bilər məsələlər düşəcək. Düşünürəm ki, ÜDM məsələsi düşə bilər. Amma məsələlərin hər bir növünü öyrənin zaten. Duzluluq məsələləri olsun, ÜDM məsələləri olsun, sonra mütləq günəşin düşmə bucaqları ilə bağlı məsələlər, yerli vaxt məsələsi, yerin öz ətrafında hərəkəti və günəş ətrafında hərəkəti ilə bağlı məsələlərin hamısını ümumiyyətlə ən maraqlısı temperatur məsələsi düşə bilər. Temperatur və təzyiqin mix olduğu bir məsələ. Horizontallarla bağlı, yəni mütləq və nisbi hündürlüyü ilə bağlı məsələlər asandır. Düşünmürəm ki, düşər, amma düşmə ehtimalı var, bəli, əlbəttə ki, onu soruşsaz. Yəni, onu deməyə ehtiyac duymuram deməyim odur ki, onu zaten hamımız yəqin ki, bilərik, çətin bir şey yoxdur orada. İqlimi ümumiyyətlə öyrənirsiniz, iqlimdə qaçış yoxdur, iqlim sizə düşəcək. Və iqlim hamının gözünü qorxudur ki, ayda çox çətindir, harada subekvatorialdır, harada subtropikdir, elə olanda nə olur, muson nədir, o nədir, bu nədir? Sizi çox çaşdıra bilir. Bunu o qədər maraqla öyrənmək olur ki, siz özünüzdə çaşırsınız ki, sadaq buymuş, yəni mənim çəkindiyim, öyrənməyə ərindiyim coğrafiya, öyrənməyə ərindiyim iqlim buymuş. Amma düşünsək ki, siz ikinci şans imtahanına girəcəksiniz və ya 10-cu sinifsiz bu videoya indidən baxırsınız. Xülasə dəftəri mütləq tutmalısınız. Xülasə dəftəri nəinki coğrafiya üçün. Yəni bu dəqiqə dərs öyrənib danışmalısınızsa belə, bir dərsdirsə belə, ədəbiyyatdırsa belə, nə edirsə də, siz onun mütləq xülasəsini yazsaz, öyrənsəz, o şəkildə daha rahat olacaq siz üçün. Coğrafiyadan əgər təkrardan başlayırsınızsa, bir dənə xülasə dəftərimiz olmalıdır ki, siz sabah bir gün qayıdıb başqa bir test işləyəndə mən xülasə dəftəri ilə bağlı tələbələrimin yazdığı mesajları buraya yerləşdirəcəm siz üçün ki, görün onun əhəmiyyəti nədir. Buraxılış imtahanında da çox qəşəng nəticələr əldə elədik biz sırf o dəftərin sayəsində, həm də ki, hal-hazırda qəbul hazırlaşma prosesində də tələbələrim çox qəşəng nəticələr əldə edir. Bu xülasə dəftəri sayəsində istər coğrafiya fənni, istər Azərbaycan dili, ingilis dili, bütün fənlərlə bağlı. Mən hal-hazırda 3-cü kursda oxuyuram və mən davam edirəm xülasə dəftərini tutmağa. İstər işim üçün, istər dərslərim üçün, hər şey üçün mənim üçün çox faydalıdır xülasə dəftər. Və mən sizə əlavə olaraq nə deyə bilərəm? Bir dənə xəritəmiz olur, qəşəng evdə böyük bir xəritəmiz olur və biz nə edirik öz abituriyentlərimizdən, onu sizə də deyim, siz də eləyin. Bir dənə partneriniz olsa kifayətdir zaten. Əgər disiplinli insansızsa, özünüzə də eləyə bilərsiniz müəllim sizdə. Partnerimiz olsun bir dənə, bir də xəritəmiz olsun. Xəritədə hər gün bir materik seçin və onu təhlil edin. Biz belə bir şey elədik və bizim abituriyentlər üçün inanılmaz faydalı oldu. Necə məsələn, bugün Şimali Amerika günüdür. Şimali Amerikanı götürürsünüz qəşəng şəkildə. Başlayırsınız onun litosfer havalarından, tarixindən, sonra istədiyim iqlimindən, quru sularından, ümumi hidrosferindən, hər şeyindən bir dənə qəşəng danışırsınız. İqtisadiyyatından, ən önəmli qazıntılarından, digər ölkələrlə idxal-ixrac əlaqələrindən qəşəng danışırsınız. Yaxşı olar ki, yazasınız, burunlarını yazın mütləq, ucqar burunlarını, hər bir materik üçündür. Mən Şimali Amerika üzərindən nümunə verirəm sizə.
Bunu bu şəkildə yazmaq da yaxşıdır. Xəritə üzərində təsvir eləmək də yaxşıdır. Yəni qabağınızdakı insana izah eləmək. Məsələn, mənim abituriyentlərim mənə izah edirdilər bunu. Onlar üçün yaxşı oldu. Siz də öz partnerinizə, coğrafiyanı zəif bilən birinə izah eləyə bilərsiniz. Həm onun üçün faydalı olar. Öyrənməyin ən rahat üsulu öyrətməkdir zaten. Ona görə bu üsuldan istifadə edə bilərsiniz. Çox faydalı olacaq sizin üçün. İzah eləməyinizlə yanaşı deyərdim ki, mən həm də xülasə dəftərinizi tutun, ona da yazın. Çünki sabah sizə lazım olacaq bu. Onu da qeyd edeyim ki, biz şans imtahanına yalnızca coğrafiya fənnindən yenidən bir yerdə hazırlaşacağıq. Həmçinin avqustda sadəcə bir qrup açılacaq 10-cu siniflər üçün, yəni o vaxtın 11-ci siniflər üçün. Sadəcə bir dənə onlayn qrup açılacaq, istəsəniz ona da qoşula bilərsiniz. Əslində mənim sizə coğrafiya ilə bağlı deyəcəklərim bu qədərdir. Yəni, əgər imtahanınıza az qalıbsa, sıfırdan başlamaq yerinə sınaqlar üzərində işləməyiniz daha yaxşıdır. Birincisi açırsınız 20 sınağı, 20 sınavdakı bütün 20 sınağın 20-sində işləyirsiniz. Bir də 2024, 23, 22, yəni 24-dən tövsiyəm odur ki, 2010-a qədər, əgər çatdırmayacaqsınızsa da 2018-ə qədər bütün qəbulları işləyin. Bütün qəbulları izahlı şəkildə də işləyə bilərsiniz, PDF-indən də işləyə bilərsiniz. Bunları da Telegramda müxtəlif kanallar var, buraxılış team, birlik team, PDF yazsaz, belə PDF kanallarda çıxacaq müxtəlif. Bunların hamısını tapa bilərsiniz. Həmçinin YouTube-da da var zaten. Yəni qısaca desək, mən indi təzən abituriyent olsaydım və coğrafiyaya sıfırdan başlasaydım ki, mən həqiqətən el eləmişdim. Bir neçə ay içində öyrənmə cəhdi göstərmişdim coğrafiyanı, amma yarıda bilməmişdim. Coğrafiyanı heç cürə sevə bilmirdim. Çünki mənə öyrədilə bilmirdi, o istədiyim kimi ala bilmirdim onu müəllimdən. Amma mənə necə öyrədilməsini o vaxt istəyirdim, xəyal edirdimsə, hal-hazırda öz abituriyentlərimi o şəkildə öyrənirəm və biz çox əylənərək öyrənirik. Yəni mən onları heç nəyə məcbur eləmirəm, öz istəkləri ilə öyrənirlər. Yer gəlmişkən deyim ki, biz şans imtahanına coğrafiya fənnindən bir yerdə hazırlaşacağıq. Həmçinin avqustda yalnızca bir dənə qrup açılacaq coğrafiya ilə bağlı. Çünki mən əsas ingilis dili tədris edirəm, amma coğrafiyanı da sevdiyim üçün sizlərə tədris edirəm. Ona görə sadəcə bir qrup açılacaq. Özümə düşmən deyiləm, amma sizə onu deyim ki, coğrafiyanı öyrənmək üçün bir müəllimə ehtiyacınız yoxdur. Həqiqətən bunu tək başına da eləyə bilərsiniz. Sadəcə disiplinli olmağınız yaxşıdır və bir də partneriniz olmalıdır. Belə olduğu təqdirdə, əlinizdə də vəsaitlər olduğu təqdirdə, siz coğrafiyanı da sevdiyiniz təqdirdə müəllim olmasa da coğrafiyanı qəşəng şəkildə öyrənə bilərsiniz. Çünki orada qəli seçinə yoxdur ki, kimsə sizə izah. Bir-iki nüans var məsələlərdə və nəzəriyyənin müəyyən hissəsində sizə qısa yolları və s. öyrətmək üçün, daha çox fənni sevdirmək üçün, izah eləmək üçün müəllim olması yaxşıdır. Amma ola bilmirsə də özünüzü pis hiss etməyinizə ehtiyac yoxdur. Çünki bunu tək bacara bilərsiniz. Hətta mən deyərdim ki, mən tək hazırlaşmağı çox sevirəm. Self-study'ni hər bir mövzuda çox sevirəm. Belə, coğrafiya ilə bağlı əlavə nəsə sualınız olsa, mənə aşağıda yazarsınız. Maksimum mən cavablandırmağa çalışacağım suallarınızı. İndi keçək gəlin imtahan gününə. İmtahanınıza bir gün qalmış. Yəqin ki, bu videonu ilk izləyənlərə aid deyil, məni ilk tanıyanlara aid deyil, amma əvvəldən məni izləyənlər yəqin ki, xülasə dəftərlərini yazıblar. O xülasə dəftərlərini indi götürürük və kimsə deyirsə ki, bir gün qalmış dərs oxumayın. Mənim 2 video çəkmişim, birinci və ikinci qrup videolar. İkisi də bir gün qalmış dərs oxumayın deyir, səhv eləmirəmsə. Amma ki, mən deyirəm ki, oxuyun. Çünki mən özüm bunu təcrübə eləmişəm və bilirəm ki, bir gün qalmış oxuduğunuz şeylər və ya imtahana gedə-getdə açıb oxuduğunuz, təkrarladığınız düsturlar gəlir sizə imtahanda düşür. Bu, hər imtahanda belədir, nəinki təkcə qəbul. Ona görə bir gün qalmış o xülasə dəftərlərini açırsınız. Zəif olduğunuz, qarışdırdığınız yerləri təkrar-təkrar baxırsınız. Xülasə dəftərini imtahana gedənəcən, o məktəbin qapısından içəri girənəcən də özünüzlə aparırsınız. Qəşəng-qəşəng təkrarlayırsınız, yəni mənim sizə deyəcəyim budur. Və imtahana bir gün qalmış. Dincəlməyə də davam edin, demirəm, bütün gün oxuyun. Gedirsiniz dostlarınızla biraz əylənirsiniz. Səhər tezdən durursunuz. İmtahana, məsəl üçün, normalda 8-də duracaqsınızsa 7-də, 7-nin yarısı durursunuz və o xülasə dəftərini qəşəng bir dənə təkrarlayırsınız. Mən imtahana bir gün qalmış bir sınaq da işləmişdim. Timerına qoşdum özüm üçün timeri və o şəkildə işlədim. O da mənim üçün faydalı olmuşdu. İmtahana bir gün qalmış onu da eləyə bilərsiniz. Məsələn, səhər sınağı işləyə bilərsiniz. Günorta, axşamüstü gedib dostlarınızla əylənə bilərsiniz. Evə gəldiniz, tez yatdınız. Səhər tez durub xülasə dəftərlərinizi təkrarlayırsınız. Bu sizin üçün həqiqətən də faydalı olacaq. Həmişə dediyimiz şeylərdə su götürməyi unutmursunuz. Çalışırsınız, biraz tez gedirsiniz, sinifə tez girirsiniz ki, adaptasiya olsun. Həm də müəllimlə danışasınız, eləyəsiniz, biraz həyəcanınız azalsın. Axşam tez yatırsınız. Bu önəmlidir. Yata bilməsəniz tez yatırsınız. Telefondan yəni uzaq qalırsınız. Ümumiyyətlə o şüanı beyninizə təsirini eləmirsiniz. Səhər mütləq yemək yeyirsiniz. Bilirəm, çox uzun ürəyi bulanır, səhər yemək yeyə bilmirsiniz. Bunu bilirəm, məndə də belə idi. Bu ilə qədər belə idi ən azından.
Bunun üzərinə ayrıca bir vaxt danışarıq. Amma nə qədər ürəyinizdə bulansa, bir dənə o pendir çörəyi də olsa yeməlisiniz. Yəni ac-ac imtahana getmək ümumiyyətlə ağlınızdan çıxarın. Ac-ac imtahana getdi yoxdur. Yəni kaşa yemək istəyirsə kaşa yeyin. Dolma yemək istəyirsə səhər-səhər dolma yeyin. Sizi nə həyəcanlandıracaqsa səhər yemək. Onu alın özünüzə qəşəng-qəşəng yeyin ki, ac getməyin. Ac getmək heç yaxşı qərar deyil də yəni. Belə, imtahanla bağlı sizə deyəcəklərim bu qədərdir. Bu sizin son şansınız deyil. Mənə bir də çoxlu suallarınız verirsiniz ki, buraxılışdan 100 yığmışam, qəbul olmayacam, girmirəm bloka, nə bilim, nə bir şeylər düşünmək lazım deyil. Son bir dənə nöqtəyə qədər get. Nə olar da, yəni. Sən indi məsəl üçün desən ki, hə buraxılışdan belə yığmışam, mən bloka girmək istəmirəm. Gələn bir neçə ildən sonra sən deyəcəksən, kaş o bloka girərdim, kaş biz sınıyardım da. Sınavda sənə nə gedir, onsuz da bu vaxtı xərcləyirsən də, onsuz da bu vaxt ərzində yaşayacaqsan və sən o depresiyanı onsuz da nəyəsə işlərlə məşğul ola bilməyəcəksən. Bundan sonra get blokva da gir, sən bir bazavı bil, ürəyin istəsə gələn imtahana girərsən, bəlkə sən heç qəbul oldun bu il, istəməsən də sənin üçün təcrübə olacaq da, o şəraiti də görmüş olacaqsan. Blok imtahanına hamı girsin. Bu belə və bu sizin son şansınız deyil. Bəziləriniz bunu sınaq kimi də görə bilər. Yəni mən bugünə qədər deyirdim ki, öz abituriyentlərimə ki, bu sizin tək şansınızmış kimi düşünün, elə yanaşın, elə hazırlaşın, elə girin imtahana. Amma əgər ki siz hazırlaşa bilməmsinizsə, məsələn mən bir abituriyentim, bir neçə aydır xəstədir və heç nə ilə məşğul ola bilmirdi. Ona görə məsələn bu tip hallarda siz bu imtahana şans kimi baxıb o birisini əsas imtahan kimi görə bilərsiniz. Amma sizin heç bir probleminiz yoxdursa, bu imtahan əsas imtahanınız kimi davranmalısınız. O birisi də prosta da indi sonuncu canınız qalmış kimi oyunda elə hiss edib o imtahana da girərsiniz. Sizi çox qəşəng bir yay tətili gözləyir bu imtahanları yola verəndən sonra. Ona görə onu düşünərək özünüzü rahatladın. Çox fərqli bir həyata addım atırsınız artıq. Bu o qədər belə yavaş baş verəcək ki, siz o an fərqində olmayacaqsınız da hər şeyin nə qədər dəyişdiyini həyatınızda. Sadəcə bir il keçəndən sonra, məsələn, birinci kursun sonunda falan deyəcəksiniz ki, uydu, mən nə yaşayıram, mən hardan çıxıb hara gəlmişəm, mən hansı leveldaydım, keçən il bu vaxt nə edirdim, amma indi nə edirəm. Çox qəşəng işlər görəcəksiniz və mən həmişə yanınızda olacağam. Sizə nə etməli olduğunuzu ki, karyeranızda qəşəng addımlar atasınız, sizin üçün faydalı işlər görəsiniz tələbə olduğunuz vaxtda da. Bunların hamısını bir yerdə danışacağıq, narahat olmayın, işləməyinizə də mən kömək eləyəcəm, maksimum şəraiti yaradacağım sizlər üçün burada, bu kanalda danışacağıq bir yerdə. Buna görə sizə düşən tək şey hal-hazırda normal bir şəkildə imtahanlarınıza hazırlaşıb, onları qəşəngcə təhvil verməkdir və sonra da bura gəlirsiniz və biz qəşəng sonra nə edəcəyimizi planlayırıq. Hamıya imtahanda uğurlar arzu edirəm. Mənə əlavə nə sualınız qalırsa, mən həmişə videomu burada çəkirəm, deyirəm, okey, bunlar danışacağım, hər şeyi həll edəcəm, amma yenə nəsə yadımdan çıxır, qalır. Ona görə sizin nə sualınız varsa aşağıda mənə yazın, mən onları cavablayayım. Ümid edirəm ki, imtahanınız çox yaxşı keçər, imtahanınız ürəyinizcə keçər. İnşallah hər şey sizə asan düşər, başa düşərsiniz. Bir də onu demək istəyirəm ki, 4 səhv bir düzü aparır da, bunu hamımız bilirik də. Bir səhv də müəyyən bir balın hissəsini aparır. Ona görə də əmin olmadığınız sualları çalışın, yazmayın. Yəni, əmin deyilsə yazmayın onu, eyb yox. Düz çıxacağı vardısa da yazmayın, yəni. Çünki o sonra sizdən çoxlu düzləri apara bilir. Uğurlar hamıya imtahanda. Geri dönüşlərinizi bu videonun altında gözləyəcəm, yazarsınız. Hamınızı həqiqətən çox istəyirəm. Mən heç təsəvvür eləmirdim ki, biz burada belə bir əlaqə qurarıq, bu qədər birbirimizi çox istəyərik, yolda görərik, qucaqlaşarıq. Mən belə şeylə heç təsəvvür eləmirdim, amma həqiqətən də belə imiş və nə yaxşı ki, belə imiş. Çox minnətdaram bunun üçün, sizlə burada yaratdığımız bir əlaqə üçün. Hamıya imtahanlarında bir daha uğurlar. Sağ olun.